Hər şeyi təsdiqləyən insan yaxşı insan deyil. Ola bilər yaxşı müsahib olsun, yaxşı həmsöhbət olsun. Adamın xoşu gəlir belə insandan. Nə deyirsən deyir, hə. Hansı mövzu barəsində danışsan təsdiqləyir. Adam elə bilir ki, mən elə ən düz danışan adamam. Mənim təhlilim ən doğru təhlildir. Niyə? Çünki bu qardaşın ağlı var, kamalı var. Mən nə deyirəm, deyir, hə. Ola bilər yaxşı həmsöhbət olsun, adamın xoşu gəlsin. Amma bu qədər. Ziyanı faydasından daha çoxdur. Adamı aldadır belə insanlar. Nə deyirsən, deyir, düzdür. Nə deyirsən, deyir, doğrudur. Adama da elə gəlir ki, elə mənim təhlilim doğrudur. Çünki insanlar adətən qarşı tərəf etiraz edəndən sonra bilirlər ki, mən düz təhlil elədim ya, yox. Məsləhət buna görə lazımdır, məşvərət buna görə lazımdır. Ki, insan öz düşüncələrini, öz fikirlərini, öz planlarını başqaları ilə bölüşsün, onlardan təsdiq və ya inkar alsın, təkzib alsın. Bəzi insanlar adamı aldadırlar. Hətta bu moizə edən vaizlər üçün daha vacib məsələdir. Elə auditoriya, yaxşı auditoriya deyil. Nə deyirsən, deyir, hə. Bəzi vaizlərin xoşu gəlmir ki, kimsə etiraz eləsin. Narahat olur, deyir ki, mən danışıram, sən sus. Yox, yəni, auditoriya zirək olsa, auditoriyanın beyni ayıq olsa, sənin sözlərinə irad bildirsə daha yaxşı olar sənin moizələrin. Başqa sahələrdə də. Müəllimdir, dərs verir. Belə bir aksiyoma yoxdur ki, müəllim hər şeyi ən yaxşı başa düşür. Ola bilər, tələbələri ilə, şagirdləri ilə nəyisə bölüşsün, sonra onlardan birinin ağlı daha güclü olsun və desin ki, müəllim, bunu siz düz demədiniz. Bu vacib şərtdir. Hətta körpə uşaqları görsən, diaqnostik edəndə terapistlər, psixoloqlar, uşaq psixoloqlar. Uşaqlarda araşdırdıqları mövzulardan biri də budur ki, yoxlamaq istəyirlər, görsünlər uşağın inkarı var ya, yox. Məsələn, əlində bir qələm tutur uşağı, deyir ki, bu nədir? Deyir, qələm. Sonra uşağı qayıdır, deyir ki, yox, bu qələm deyil. Sən düz demirsən, bu qələm deyil. Əgər uşaq kölə ruhlu olsa, deyəcək ki, bəli, bu qələm deyil. Amma uşaq ayıq olsa, azad olsa, beyni yaxşı işləsə, deyəcək ki, xeyr, bu qələmdir. Siz niyə deyirsiniz ki, bu qələm deyil? Axı, bu qələmdir. Siz niyə ağ qatığa qara deyirsiniz? Axı, bu qatıq ağdır. Bu çox vacibdir. Bu məsələ olmasa, siz cəmiyyətdə nə qədər mövzular bərbad durumda qalar. Necə ki, qalır. Görürsən, məsələn, xurafat yayanlar, mövhumat yayanlar, ya insanları aldadanlar uğur qazanırlar. Nə üçün uğur qazanırlar? Nə üçün məntiq belə məzlum durumda qalır? Nə üçün arqument mənasız qalır, qüdrətsiz, gücsüz, effektsiz qalır? Çünki belə auditoriyalar var. Nə deyirsən, deyir, hə, düzdür. Bu, aşırı inkarçılıq da doğru deyil. Yəni, qarşı tərəfi qoymursan danışmağa, nə dedisə inkar edirsən, yox, bu da doğru deyil. Amma inkar olunması məsələni inkar etmək lazımdır. Yoxsa daş üstə qalmaz və sonucunda, bu işin sonucuna hamı qatlanmalı olacaq, hamı o əzabı dadmalı olacaq.